Salam, hər vaxtınız xeyir dostlar. Mütəşəkkil cəhalət ilə mübarizə seriyamızın ilk bölümündə hamınızı xoş gördük. Bu seriyada bəzi jurnalist və hərbi ekspertlərimizin videolarını analiz edib, verdikləri səhv məlumatları sizlərə təqdim edəcəm. Seriyamıza Mirzə Altayın videoları ilə başlayırıq. Xoş izləmələr. Qalın zirəhi və uzaq məsafədən atəş aparmaq imkanı Rus tanklarını üstələyir. Tankın ən zəif tərəfi çəkisidir, 60 ton. Tank minalar və dronlara... Aha, ən zəif tərəfi çəkisi imiş. Leopard 2A4-ün çəkisi 60 ton deyil, 56 tondur. Bu tankın zəif tərəfi də heç də çəkisi deyil. Bu tankın zirəhi heç də siz deyən kimi deyil. Leopard 2A4-ün zirəhi əsasən də kumulyativ mərmilərə qarşı zəifdir. Elə buna görə idi ki, Ukraynaya verilən Leopard 2A4 tankları kontakt bir reaktiv zirəhi ilə təchiz olundu. Leopard 2A6 tankının isə güllə zirəhi güclüdür. M1A1 Abrams ABŞ istehsalıdır. Əsas silahı 120 mm-lik M256 topudur. Rheinmetall dizaynlı mühərrik qaz turbini ilə işləyir. Yanlış. Bu tankın mühərriki Rheinmetall yox, Amerikanın öz istehsalı olan AGT 1500 mühərrikidir. Rheinmetall istehsalı olan tankın topu Rheinmetall L44 topunun lisenziyalı istehsal modelidir. M256 topu. Amerikanın özünün hazırladığı bir top deyil, Almanya'nın L44 topunun lisenziyalı istehsal modelidir. Bu tankın da zəif tərəfi çox ağır olmasıdır. 70 ton. Bundan əlavə M1A1 Abrams'ın çəkisi heç də 70 ton deyil. 63 ton olmalıdır bildiyim qədərilə. Siz M1A2 seriyasının çəkisini M1A1'in yerinə qoymusunuz. M1A2 seriyasının çəkisidir 70 tona qədər olan 68-70 arası elə bir çəkiləri olmalıdır o modellərin. Amma M1A1 modelinin çəkisi 70 ton filan deyil. Challenger 2, Böyük Britaniya. Silahı 120 mm-lik yivli L30 topudur. Uzaq məsafədən dəqiq atəş gücünə malikdir. Tankın mühərriki 1200 at gücündədir. Sürəti 59 km/saatdır. Zirəhi Chopham kompozit zireh sistemindən ibarətdir ki, bu da dünyada ən etibarlılardan sayılır. Heyət üçün ən etibarlı tanklardan biridir. Tankın zəif tərəfi isə onun sürətinin aşağı olmasıdır. Challenger sürətdə qərbdəki rəqiblərinə də uduzur. Aha. Bunun da çatışmazlığı sürətinin az olmasıymış. Xeyr. Challenger 2 bir müdafiə tankıdır. Buna görə zirehlendirilib. Bu tank müdafiədə dayansın, gövdəsini sipərdə gizlədib, gülləsini çıxarıb döyüşsün. Təyinatı bundan ibarətdir. Amma açıq döyüşdə bir dənə qumbaratan mərmisi bəs eləyir ki, gövdədən Challenger 2'nin taleyini həll eləsin. Budur. Bu tankın kütləvi istehsalı və sadə olması ona üstünlük qazandırsa da, zirəhi ABŞ-ın Abrams və Almaniyanın Leopard tankları ilə müqayisədə zəifdir. Abrams'ın hansı modeli ilə, Leopard'ın hansı modeli ilə müqayisədə? Əsasən yaxın məsafəli döyüşlər üçün nəzərdə tutulub. Bəli, T-90M'in yaxşı əlbəyaxa döyüş bacarığı var. Heç bir ölkə bilərəkdən, istəyərəkdən
tankını yaxın döyüş üçün nəzərdə tutmur. Bütün ölkələr, istehsalçılar istər ki, tankı hədəfini ən uzaq məsafələrdən vursun. Amma burada hansı tankın hədəfi dəqiq vurması onun topuna və nişangahına bağlıdır. Hansının topu, nişangahı daha yaxşı, daha dəqiqdirsə, o da hədəfini daha uzaq məsafələrdən vura bilir. Dəyişikliklər ola bilər yuxarı aşağı. 40 tondur, 40 ton 400 hesablanır tankın çəkisi. Yanlış. T-72B-nin çəkisi 40 ton yarım yox. 44 tonundur, 5 tondur. 44 ton yarım. Bax bu həmin o 2S1-in üzərindəki güllə sonradan bax bu MTLB-yə əlavə olunub, olub öz yeriyən artilleriya qurğusu. Baxın bu MTLB-dir. Maşına transportör, lегкого braniya. Bunlar çox məqsədli deyək ki, texnikalardır. Həm müxtəlif texnikaların daşınması üçündür, məsələn. Həm onları dartıb aparmaq üçündür. Həm şəxsi heyət daşıya bilir. Həm bununla mərmi daşıya bilərsiniz, yəni faydalı yük daşıya bilir. Eyni zamanda bunun üzərinə hava hücumundan müdafiə qurğusu kimi, məsələn, ZG-23 zenit qurğusu yerləşdirmək olar və s. Bax, bunun üzərindəki indi o cihaz bu kəşfiyyat üçündür. Ola bilsin də bəlkə də gecə görmə cihazdır, amma yəni əsasən kəşfiyyat üçün. O cihaz kəşfiyyat üçün deyil. O MTLB modeli Şturm S tank əleyhinə idarə olunan raket kompleksinin buraxıcı maşınıdır. O cihaz isə Şturm S-in nişangahıdır. Ermənistan ordusunda da istifadə olunurdu, Gürcüstan ordusunda istifadə olunur. Bugün hətta yəni bu texnika Rusiya-Ukrayna müharibəsində də hal-hazırda istifadə olunur. Bu texnika heç də güclü texnika olduğuna görə yox, silahlanmada qaldığına görə istifadə olunur. Gördüyünüz kimi BMP-1-də topu bir qədər çapı daha böyükdür. Bu topun çapı böyük olsa da ki, çox bərbad bir topdur. Dəqiqliyi çox aşağıdır. Təxmini 500 metrə qədər məsafəyə dəqiq atəş açmaq olur. Bu əslində top deyil, qumbaratandır. SPG-9 qumbaratanının, dəzgahlı qumbaratanın BMP-1-ə uyğunlaşdırılmış modelidir. SPG mərmiləri atan bir qumbaratan. Digər tərəfdə gördüyümüz BMP-2-dir. Yəni bunlar eyni modifikasiyadılar, bəli, ola bilər bir qədər motor gücündə fərq olsun, amma sırf yəni deyək ki, füzulyajına baxanda texnikanın konkret olaraq, yəni görəndə görürük ki, eyni texnikadır. Sadəcə olaraq BMP-2-də artıq daha təkmilləşmiş. Motor gücündə fərqi yoxdur. Hər iki texnikanın gövdəsi dizayn olaraq eyni olsa da, amma həm ölçü fərqi var. BMP-1 uzundur, BMP-2 isə enlidir. Və həmçinin zireh fərqi var. Həm material olaraq, həm qalınlıq olaraq zireh fərqi var. BMP-2-də artıq daha təkmilləşmiş versiyadır. Həm deyək ki, cihazlar baxımından baxa bilərsiniz, siz görə bilərsiniz ki, məsələn, bunun üzərində müxtəlif kəşfiyyat cihazları quraşdırılıb, tank əleyhinə idarə olunan sistem, məsələn. Oradakı cihazlardan biri topun yanındakı lazer məsafə ölçəndir. Güllənin üstündəki isə nişangahdır. Orada mən kəşfiyyat cihazı görmürəm. Söhbət hansı cihazdan gedir? Böyük dağıdıcı gücə malikdir. Yəni tankla da döyüşə çıxa bilir. İndi təbii ki, hansı bir-birini tez görsə, tez vursa məsələsi var, amma yəni açıq döyüşə çıxa bilir. Tankla da döyüşə çıxa bilir. Aha. 2A42 topu tankla döyüşə çıxa bilirmiş. Bu top 80-90 mm zirehi ancaq deşə bilir. Necə tankla döyüşə çıxa bilir?
Ən zəif tankı çıxarsaq, məsələn, ön tərəfdən T-55-i belə deşə bilmir. Bu tankın zirehinin dözümlüyü 200 mm-dir. Yandan, arxadan, tankları dələ bilir. O da yaxın məsafədən. Amma öndən tanklarla qarşı-qarşıya döyüşə çıxma, tankları məhv etmə kimi bir qabiliyyəti yoxdur. Ancaq tankların məsələn müəyyən cihazlarını, nişangahını qıra bilər, tankı kor eləyə bilər, bu kimi zərər vura bilər. Amma zirehini deşmək çox gülməli bir şeydir, dediyim kimi. Bu Şilka hesab olunur, Sovet istehsalıdır. 4 qoşalaşmış zenit topu ilə təchiz olunub, 23 mm-lik və bu demək çəkisi 36 tondur bu texnikanın və Aha, çəkisi 36 ton. Bu tankdır, nədir? O qədər çəkisi olur. Şilkanın çəkisi 17-19 ton arası bir çəkisi olmalıdır. Bu isə M55 Zastava qurğusudur, zenit qurğusudur bunlarda. Məsələn, bayaq Şilkanı göstərdik. Bu Şilkanın sələfidir də, dedi. Bir daha öncə versiyasıdır. Bunlar da hava hədəflərini məhv eləmək üçündür. Əlaqəsi yoxdur. Zastava Şilkanın sələfi filan deyil. Zastava keçmiş Yugoslaviya istehsalıdır. Şilka isə Sovet istehsalıdır. Aralarında da elə tarix fərqi filan da yoxdur. Şilkanın özü də 50-ci illərdə yaranmış bir zenit qurğusudur.